Hamıya salam. Şükür tapdıq sinsaya. Axır ki 2 saat axtarışdan sonra gəldi tapdıq. Görək burada nələr var. Ben burada ne kadar oynuyorum? Neçədir? 19, 90. Drift edelim, drift. Bu da uşaqlar üçün 25 manat. Buranı çox tərifləyirlər. Gəldik baxaq görək nələr var, nələr yox. Görək uşaq şöbəsi hardadır? Çox şeker şeyler var. Çok geçenler, şirin görsənir. Havadakiler. Neşədir? 8.99. Uşaqlar üçün qəşəng kupaniklər var burada. manat. Nədir? Bunun adı nədir belə? Meloketi. Melokitidir. Melokitidir bu. Hə. Cinlər oldu bu. Meloketi. Neçədir? Bu da yəqin 15 manat. Burada belə qırmızı olan da var. Kupaniklər demək olar hamısı 15 manatdır. Tekli plastiki var. 8 manat. Bizim can. Bax, nəsə tapa bilmirsən balam. Bax gör nə xoşuma gəlir. Çanta çox yumuşaqdır. Çanta yumuşaqdır. Bu qış çantasıdır balam. Ay aynen. Bu da qəşəngdir. Qiyməti neçədir? 18 manat. Bu da qəşəngdir. Sonra burada belə bir şey var. Bu da 18 manatdır. Bu da qəşəngdir. 15 manat. 15 manat. Çox yaxşıdır qiyməti. Razmerləri də var. Belə bir kasıtka da var. Bundan xoşum gəldi. 15 manatda endirmə düşüb. 35 manatdan 15 manata düşüb. Doğrudan da çox qəşəngdir. Həm də keyiflidir. Baxın. Taxtayım bir dənə. Tax. Qəşəngdir. Fıran baxın. Tatlışdır, hə? Bu nə? Bunu da. Nə hansı uyumlu olur? Bu da boyaka. O çox balacadır balam. Ama bunu məktəbə geçelim. Görək oğlanlar üçün nə var? Belə bir şey var. Oğlan uşaqları üçün Bunun bezi de var. sandalet. Bunun bezi de var. Spiderman həvəskarlarına Spiderman ayaqqabısı. Sonic. Əsl mənim bir yerdə dayana bilməyən oğlum üçündür. Sonic həvəskarıdır. Şortik də var. Vişenkov da. Çok istəyirəm qəşəng bir şortik. Ama gözümə hələ bir şey dəyməyib. Oğlan uşaqları üçün belə bir şortiklər var. Burada qəşəng köynəklər var. Bax, bu qəşəngdir. Bu bananlı da qəşəngdir. Qiyməti yoxdur üstündə. Bu 7.99'dur. Bu da qəşəng görsənir. Bunun printləri də çox maraqlıdır. Bunun qiyməti varmı üstündə? 6.50. Götürdüm çünkü bak kapıda bağlanır, açılır. Hem de bir de bunu. Bir de bu. Qatardır. Hə, 25 bir də bu. manatdır. Bu da 19 manatdır. Qəşəngdir.
Bak bir de ben bunu, bak ben bunu gezerim. Çekin. Bana bu. Şortik necədir? Mən Ben boş görmürəm, kapıya mən da sen yok. balacadım sənə. Belə bir papaqlar da var burada. Qiyməti yoxdur üstünə. Şortik seçimi elə də çox deyil. Amma könnəklər çoxdur. Aha, belə bir cins tapdım. 140 boydu. Qiyməti də yaxşıdır, 15 manat. Buradan belə naskilər də var. 1, 2, 3. 3 dənəsi 5 manat. Qız uşaqlar üçün çox qəşəngdir bunlar. Ağ naski həvəskarları üçün. Ağ naskilər 1, 2, 3, 4, 5 cütü 6.50. Bunları gedək giyin. Məhəmməd Ali. Məhəmməd Ali. Hadi bu. Bana. Gel. Altın kaşık. 5 manat. 5 manata. Aa, ne qəşəng şeydir. Diş fırçası saxlama qabı. Sabun qabı. Bunlar çox qəşəngdir. 20 manat. Ben de bundan almışam. Sabun qabı. Burada qəşəng qablar da var belə. Beş manat. Geldik kız şöbesine. Nerede şortik görürsen götür bana. Ayo, o finkadır. Şort. Ay ya, bu sumkaya bak. 8 manat endirime düşüyor. Gel. Gel. Ha, bu hazırdır. Hara getirsən bala? Hara getirsən? Sənə qurban. Hara səfər edirsən? Hara uçursan? Aa, burada ne yaxşı 5 manata maskilər. 3 dənəsi 5 manat. Bu kişi üçündür. Bu da 10 manatadır. 8 manat. Qısalardan. 6.50'ye də var ağ maskilər. Amma uzundurlar. Aha. Əsl yay ab-hava var. $25 manatdır bunun içi. Bu endirime düşüyor. Çok qəşəngdir. 10 manat. Bu da qəşəngdir. Bu 20 manatdır. Material da yaxşıdır səhərə. Bunlar kişi köynəkləridir. Giyinirsən bala? Geliyor kalbimin efendisi.
qabul tapdım. Ay, yine bu şekerlere var. Bunlar çok hoşum geldi. Qəşəngdir. Material da sürüşkən, çox qəşəngdir. Bu qısasdır. Amma götürmək istəyirəm, bir dənə qalıb. Xanımlar üçün belə bir topuk da var. Ne qəşəngdir. Aha. Çok güzel. Burası da çok kısa kalır. Dəhşət kısa. Bu tulum da qəşəngdir. Qara sadə tulumdur. 15 manat. Kediye. Tufaniklər. Kedi. Qara filandır, daha qəşəng tufaniklər. Qızım, Hı. yerin yaxşı desən. Hə? Rahatsan? Ben mi istiyorum? Ben mi eləyim? Bir de mi eləyim? Burada da endirime düşüb şeylər. Götürebiliriz. Hə. Bunun dadı necədir? Aman Hə, yoğurt dadı verir. Qəşəngdir, dadlı da. bunun içinde var mı? Bunun içinde var. Herkes sağlam. Herkes sağlam. Həqiqətən də vaxt çox tez keçir. Uşaqlar çox tez böyüyür. Hər anın öz hökmü var. Bunu zaman keçdikcə insan daha yaxşı anlayır. Ailə insanın ən böyük dayaq nöqtəsi və sevinç mənbəyidir. Nə qədər yorğun oluramsa olum, uşaqlarımın bir gülüşü hamısını silib aparır. Ona görə də çətin olsa da uşaqlarımla maraqlı, yaddaşlarında qalacaq anlar yaşamağa çalışıram. Sizi sevib bizə dəstək olmaq üçün abunə olmağı, like atıb komment yazmağı unutmayın.